Tam organik bugünleri kokosdan krem hazırladım. Kokosu bütün marketlerden alabilirsiniz. Yani bütün çok marketlerde, büyük marketlerde satırlar. Yani dikkat edin ki təzə olsun. Yani çok vaxtı həmin bu 3 dənə deşikdə kiflənmə olur da. Bir də ki tüklü belə tükləri üstündə olsun. O deməkdir ki təzədir. Belə tüklü olsun. Onlara diqqət edin. Bir də ki içində suyu olmalıdır, yağı. Yəqin ki səsi gəlir. Yəni обязательно o vacibdir ki o içindən əgər belə eləsəz suyun səsi gəlmirsə, yəni onu almayın. O deməli xarabdır. Suyu hopub canına xarabdır. İndi bunu bu 3 deşikdən birini deşiğini açıram ki belə bu şəkildə və trubuçkanı bıçaqla belə biraz vurdum, açılsın. Trubuçkanı salıram içinə bu şəkildə. İçindəki yağını, yəni suyunu içə bilərsiniz. Hem faydalıdır, hem dadlıdır. Bəziləri də onu süd adlandırır. İçindəki, yəni kokosun içindəkini süd adlandırır. Sadəcə olaraq şəffafdır çox. Mən onu belə yağı kimi, suyu kimi də belə adlandırıram. Suyun göstərmək istəyərdim nə rəngdədir. Baxın. Görürsünüz, yəni ağ rəngində deyil də. Südü də olsa belə olur. İndi hamısını mən tökmürəm. Uşaqlara verəcəm, içsinlər belə bu şəkildə. İndi uşaqlar suyunu içsinlər. Ondan sonra bunu sındıracağım. Sındırmağı da göstərəcəm sizə. Tam ortasında bir dəqiqə burada belə xətt var. O xəttlə belə mişarlamaq da olar. Belə də istəsəz bu şəkildə yox. Yəni qab eləmək istəsəz bu şəkildə də eləyə bilərsiniz. Bakın indi bunlar hamısı yulacaq. Belə. Bu çirk değil, bu kokosun apilkasıdır. Kəsildi. Baxın bu var ya bu. Bu çirk değil, yəni palçıq değil. Bu həmin bu mişarlayanda bunun taxtasının apilkalarıdır. Bu şəkildə olub. İndi bunun suyun altında yuyanda olacaq tərtəmiz. Baxın belə, yudum getdi. Biraz sarımtılı qalmağı, yəni problem deyil də. Əsas odur ki, o belə bu çirki getsin. Çirk deyil də, yəni bu taxtası. İstəsəz şotka ilə lap belə düm ağ eləyə bilərsiniz, amma vacib deyil. Çünki yəni ziyanlı bir şey deyil də, bunun öz taxtasıdır, apilkasıdır. İndi isə bunun içindəki kokosu çıxartmaq lazımdır. Bu ikisinin arasına bıçağı belə salıram və asta-asta belə yuxarı aşağı, yuxarı aşağı belə oynada. Yəni bu şəkildə belə eləyə-eləyə aşağı. Biraz çətindir eləmi? Amma dəyər. Ay. Çıxdı. Belə rahat çıxır. Baxın, qab da belə qəşəng. Özü də kartuşka kimi. Kartuşka kimi bunun qabığını soyacağıq. Mən niyə belə bütöv çıxardıram? Çünki rahat soymaq olur qabığını. Belə tutub rahat soymaq olur. İstəsəz bunu, nə bilim, belə sındıra da, yəni bıçağı salıb çıxardın, yəni sındırın, xırda olur, onu çətindir təmizləmək. Amma bu şəkildə daha rahatdır. Bıçaqla eləyəndə baxın nə qədər israfa gedir sadəcə. Çox israfa gedir. Ona görə bundan yaxşıdır təmizləmək. Eyni şəkildə bunu da elə çıxardıram bıçaqla belə salıb ikisini də belə təmizləyirik. Təmizləndi bu şəkildə. Bunu da eyni şəkildə belə salacağım. Aralanır. Bıçağı salıb belə də qırıb çıxarda bilərsiniz. Kokoslarımın ikisini də bu şəkildə təmizlədim. Belə. İndi bunu təzədən bir daha yuyacağım ki getsin. Problem deyil. Belə bu şəkildə. Bu qabları da ki siz nə istəsəz dekorda evdə istifadə edə bilərsiniz. Şamdan ya belə nəsə konfet qabı, nə istədiyinizə görə, yəni zövqə görə, fantaziyanıza görə istifadə edə bilərsiniz. Baxın, bu da onun qapağıdır.
Belə xırdaladım. Tökürəm blendera. Və bunun üzərinə 1 stakan ilıq, qaynarda olmaz, lap qaynar, soyuq da olmaz. Çünki yağı çıxmayacaq. İlıq olmalıdır ki, yağın buraxsın. 1 stakan belə qaynar deyil, ilıq suyu üzərinə tökürəm. Və apararam bunu əzməyə. Yəni blender onu qəşəng belə püre şəklinə gətirsin. Baxın. Belə. Oldu süd. Baxın, dənəcikləri də var kokosun. Dənəcikləri o mağazada satılan struşkalar olur, xırda-xırda kokosun. İndi bunu süzürəm. Pambıq parça istifadə edirəm bunu süzməkdən. Kim istəsə marlidən süzə bilər. Amma marlini bir neçə qat eləyin ki, aralarına həmin bu xırda kokoslar çıxmasın. Süddən qatışmasın. Ona görə yaxşı olar ki, elə belə parça götürəsiz. Bu şəkildə. Suyuna baxın. Süddür. Oldu kokos südü. Həmin bu suyla siz şirniyyatlarda hazır. Yəni şirniyyatlarda istifadə edə bilərsiniz. Bunu sıxmaq lazımdır yaxşıca. Canından bütün suyu, yəni bu südü çıxsın. Bacardığım qədər sıxdım. Bu qədər belə çıxdı südü. Bunu qoyuram kənara. Bir şey də göstərmək istəyirəm. Şirniyyatda istifadə elədiyimiz struşkalar, kokoslu struşkalar, yəni kokosun qırıntıları deyirlər də, belə. Rənglilər də olur. İstəsəz rəngləyə bilərsiniz, istəyə görə. Bunu da israf olmasın deyənə tökürəm qaba. Evdə bir tərəfə, bir kənara qoyun. Qəşəng ev temperaturunda 1 gün, 2 günə belə quruyur. Bir dənədən bu qədər alındı. Bunu qoyuram kənara. Bir təmiz bankaya tökürük bunu. İndi bunun ağzını bağlayıram. Belə, bu şəkildə. Qoyuram bunu soyuducuya. Mən indi axşam elədim bunu. Sabah səhərə qədər soyuducuda saxlayacağam. 1 sutka qalmalıdır soyuducuda. Tam yağı üzəri çıxacaq və burada su durulacaq. Bu südü də ki, yenə də deyirəm, istifadə edə bilərsiniz şirniyyatlarda və kim istəsə belə də içə bilər. Soyuducuda, buzluqda saxlamayın. Yəni soyuducunun özündə saxlayın, yəni buzluğa qoymayın. Baxın, soyuducudan götürdüm. Gecə hazırlamışdım. Demişdim də rəngi açılacaq, yağ tam görsənir. Üzərinə belə yığılıb. İndi bunu rahat şəkildə yağı, yəni suya qatışmasın deyə necə çıxartmaq lazımdır. İndi onunla paylaşacağım. Belə, indi isə bunu göstərirəm ki, necə içindən çıxartmaq olar. Baxın, belə bərkdir. Fıratsam da bu düşən deyil. İndi içindəki suyunu çıxartmaq üçün belə uzun taxta ilə ya bıçaqla deşirəm. Bu şəkildə. Həmin suyu boşaldıram bir stakana. Biraz yağları da töküldü. Problem değil. Elə artıq bütün sular töküldü. Baxın, 1 stakan. Bunun altındakı su təmiz getdi. Yağ qalıb havada. Bu şəkildə. Yağ havadadır. İndi onu da asta-asta sındırıb çıxardacağım. Baxın, belə balaca deşik açmağa bəs eləyir. Hamısını tökdüm. Rahat. Bunu da lasyon kimi istifadə edə bilərsiniz. Saçınıza, üzünüzü yumaqda, saçınızda. Belə, indi yağını çıxardıram. Bıçağı salıram. Elə bıçaqla yağı içindən bölürəm. Düşdü. Baxın. Düşdü. İndi bir-bir çıxardıram. Baxın. O krem. O qədər qəşəng kremdir. Təbii, organik. Çox ətri də, kokosdur. İndi bir qaba yığım, sizə göstərim. Baxın, belə yağlar oldu. Çox yağlı olur. Super. Təbii, organik krem evdə hazırlayın, istifadə edin. Əlinizə, saçınıza, üzünüzə, bədəninizə. Yəni heç bir ziyanı yoxdur. Baxın, bu qədər yağ oldu. Bu sizə aylarla bəs eləyir. Baxın, hazır oldu. Bir kokosdan bu qədər yağ çıxır.
söylədiyim kimi bir kokosdan bu qədər yağ çıxır. Bu yağda məndə 3-4 ay gedir. Çünki uşaqlarla bir yerdə istifadə eləyirəm deyənə. Yəni uşaqlar da istifadə eləyir, problemsiz. Çoxları kokos yağını mağazalardan alır. Amma məsləhət görərdim ki, evdə özünüz çox rahat idi hazırlanması. Bu şəkildə hazırlayın, qoyun soyuducuda. Soyuducuda deyəndə ki, buzluqda saxlayıram mən. Bunu belə xırda-xırda doğrayıram, qabda, buzluqda qoyuram. İstifadə də eləyəndə oradan götürürəm. Belə krem kimi, baxın, belə. Belə krem kimi qoymuram soyuducuda. Çünki bu lap çox qala bilmir, xarab olur. Bu şəkildə saxlasam, bu şəkildə krem kimi çox superdir. Uşaq, yəni körpə uşaq əli kimi olur. Belə yumşaq, qəşəng. İstəsəz, bunun faydalarını başlasam saymağa, video bir saatdan çox getməlidir. Ona görə istəsəz, özünüz kokos haqqında girin, baxın, maraqlanın. Çoxları da yəqin ki, mağazadan alıb istifadə eləyir. Yenə deyirəm, məsləhət görərdim ki, bu kokos yağını istifadə eləyin. Heç bir mağazadakilərin çatmayacaq. Çünki organikdir. Tam, özünüz bilirsiniz ki, nədir. Yəni, kimya adında bir şey tərkibində yoxdur. 7-8 ili olar bu resepti bilirəm. Yəni tanıdıqlarım hər kəslə paylaşıram. Xoşum gəlir. İstədim ki, bu dəfə TikTokda paylaşmışdım. Dedim sizlərlə də YouTube kanalda olan xanımlarla, beylərlə, yəni beylər də bundan istifadə edə bilər. Günə çıxanda, gündən yananda, əl yananda, yəni problemsiz, yəni istifadə oluna bilən bir kremdir. Və istədim ki, həmişə yeməklərlə paylaşıram sizlərlə, fərqli-fərqli. İstədim ki, bu dəfə də fərqli olsun, sizlər üçün faydalı olsun. Bu kremlə də paylaşım. Mən görməmişdim, yəni bu kremlə kimsə paylaşsın. Bəlkə də bilənlər var, bilmirəm. Sadəcə olaraq mən özüm bunu 8 il bundan qabaq öyrənmişdim. Öyrənəndən də bildiklərim insanlara hamısını demişəm, hazırlayıblar, yəni faydalarını görüblər, xoşları gəlir. Qəşəng, çox qəşəng alınır. Üz üçün də, əl üçün də, bədən üçün də fərq eləmir. Saçlarınızda istifadə edə bilərsiniz bunu. Ona görə ilk özüməm bunu YouTube'da paylaşdım. Siz də hazırlayın, çox sevəcəksiniz. İnşallah istifadə edəni hazırlayın, istifadə edin və kommentlərdə yazın, gözləyəcəm. Abunə butonuna basmağı unutmayın. Abunə olun ki, yeni videolarımı görəsiniz. Hər dəfə sizinlə çalışıram ki, maraqlı, faydalı reseptlərlə paylaşım. İnşallah bəyənirsiniz. Təşəkkürlər.